Salam, bu günlər sizinlə MİQə düşmə ehtimalı böyük olan bir bölmədən, əhali bölməsindən məsələ həllinə baxacaq. Məsələdə deyir ki, ölkə əhalisi 10 milyon nəfərdir. Onlardan 3,5 milyon nəfəri 16 yaşa qədər olan əhalidir. 2 milyon nəfəri təqaüdçüdür. 0,5 milyon nəfəri isə işləməkdən yayınan əhalidir. 0,6 milyon nəfər isə işsizdir. İşsizlik səviyyəsini müəyyən edir. Bunun üçün biz bilməliyik ki, ölkə əhalisi 3 kateqoriyaya bölünür. 1. İşləməkdən yayınan. 2. Əmək qabiliyyətli əhali. 3. də əmək qabiliyyəti olmayan əhali. Deməli, biri oldu işləməkdən yayınan, ikinci qrup oldu əmək qabiliyyəti olmayan əhali, üçüncü qrup oldu əmək qabiliyyətli əhali. Əmək qabiliyyətli əhali 16-65 yaş arası fiziki cəhətdən, əqli cəhətdən sağlam əhalidir. Əmək qabiliyyəti olmayan əhali 16 yaşa qədər şagirdlər, 65 yaşdan yuxarı təqaüdçülər, bir də 16-65 yaş arası fiziki cəhətdən, əqli cəhətdən qüsuru olan vətəndaşlar, məsələn bizim qazilərimiz əmək qabiliyyəti olmayan əhalidir. İşləməkdən yayınan isə işləmək istəməyən tənbəl əhalidir. İndi bizə burada deyir ki, rəqəmlərlə deyir ki, 10 milyon nəfər ölkə əhalisidir. Yəni, buraya yazırıq, ölkənin ümumi əhalisi nə qədərdir? 10 milyon nəfər bunu dairəyə aldıq. Onlardan 3,5 milyonu 16 yaşa qədərdir. Yəni məktəblidir. Deməli, bu əmək qabiliyyəti olmayan əhalidir. 3,5 toplam. 2 milyon nəfəri təqaüdçüdür. Bunu da əmək qabiliyyətli olmayan əhaliyə yazdıq. Deməli, 3,5 milyon uşaqlar, 2 milyon təqaüdçülər. 0,5 milyon nəfəri işsizdir. Bunu da yazdıq bura. Daha doğrusu işləməkdən yayınandı. Yazdıq bura. İndi gəlin biz əmək qabiliyyətli əhalinin hansı qruplara bölündüyünə baxaq. Əmək qabiliyyətli əhali də bölünür. İqtisadi cəhətdən fəal əhali, bir də işsiz. İndi bizə də deyir ki, işsizlər də 0,6 milyondur. İndi biz birinci buradan əmək qabiliyyətli əhalinin sayını tapmalıyıq ki, görək əmək qabiliyyətli əhali nə qədərdir. Ölkənin ümumi əhalisinin 10 milyon əhalisinin 0,5 milyonu işləməkdən yayınan, 3,5 milyonu 16 yaşa qədər, 2 milyonu isə təqaüdçüdür. Deməli, 3,5 üstə gəlsin 2, üstə gəlsin 0,5 bərabərdir nə qədər? 6 milyon. Deməli, 10 milyon əhalinin əgər 6 milyonu işləməkdən yayınan və əmək qabiliyyəti olmayan əhalidirsə, ondan altın çıxanda görürük ki, 4 milyon nəfər əmək qabiliyyətli əhalidir. İndi bu 4 milyon nəfər əmək qabiliyyətli əhalinin 0,6 milyonu işsizdir. Tənasib qrup işsizlik səviyyəsini tapa bilərik. Əgər 4 milyon əhali 100%dirsə, görək bu 0,6 milyon əhali nə qədərdir? X faiz. Buradan da x bərabərdir 0,6-nı 100-ə vurub 4-ə bölmək lazımdır. 60, onda 4-ə böləndə 15%. Doğru cavab D variantı. Yəni, işsizlik səviyyəsini tapmaq üçün nə etmək lazımdır? İşsizlərin sayını bölmək lazımdır. Əmək qabiliyyətli əhalinin ümumi sayına vurmaq lazımdır 100%-ə. Yəni, işsizlərin sayı 0,6 milyon, böldüyü əmək qabiliyyətli ümumi əhalinin sayına, əmək qabiliyyətli əhalinin ümumi sayına 4 milyona vurduq 100%, elədi 15%.